Hindistan dünyada yeganə qeyri-müsəlman ölkəsidir ki, Aşurada parlamentdə hamısı İmam Hüseyni yad eləyir. Hətta mən özüm görmüşəm, orada bəzən mərsiyə deyirlər. Parlamentdən danışıram ha mən. Hər halda qardaşlar istəsələr izləyə bilərlər. Professor Pierre, biz Qərbdə İmam Hüseyn fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Yəni İmam Hüseynimiz yoxdur. Sonra ardında danışır, İmam Hüseyn haqqında yaxşı sözlər deyir. Astoin Bara, xristiyan alimidir, özü keşişdir. Əgər Hüseyn bizlərdən biri olsaydı, biz dünyanın hər yerində onun şərəfinə bayrağı asardıq, minarələri uzaldardıq, hər yerdə insanları xristiyanlığa, məsihliyə çağırardıq. Thomas Carlyle, Şotland tarixçisi və yazar. Hüseynin azlıqda olmasına baxmayaraq qələbə qazanması məni heyrətləndirir. 72 nəfər qələbə qazanmıyor, yox. İmam Hüseyin diridir, sağdır, məktəbi qalır, Yeziddən xəbər var. Az idi, amma bugün bütün dünyada təkcə baxın, qəbrin ətrafında 25 milyon. Nobel mükafatı üzrə laureat Rabindranath Tagore, adı belədir. İmam Hüseyn bəşəriyyətin lideridir. Macar yazıcısı İqnaz Goldziher, Kərbala ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu qeyri-zorakılıqla mübarizəni simvolizə edir. Charles Dickens, əgər Hüseyn öz dünyəvi məqsədləri üçün vuruşsaydı, onda mən başa düşmürəm ki, niyə onun bacısı, həyat yoldaşı və uşaqları onu müşahidə edirdi. Bu onu göstərir ki, o tamamilə İslama görə qurban olub. Edward Gibbon, İngilis yazarı, həm də İngiltərənin keçmiş parlamentinin üzvüdür. Hüseynin şəhid edilməsi səhnəsi hətta ən soyuqqanlı oxuduqca olsa da belə rəğbət oyatmaq gücünə malikdir. Soyuqqanlı olsan da, onun səhnəsini oxuyanda dəyişilirsən. İnsanın ona rəğbəti, hörməti, simpatiyası olur. James Corn Çin tarixi kitabının əsərinin müəllifi. Hüseyn əleyhissalam və tərəfdarları 8 növ düşmənlə mübarizə aparırdılar. 8 növ düşmən. Görün necə təhlil edir Kərbəlanın tarixini. Onlardan 4'ü oxlar yağdıran Yezidin qoşunları idi. 5-incisi qızmar günəş. 6-cısı Kərbəla səhrası. 7-cisi aclıq. 8-ci isə susuzluq idi. Bu cür şərtlərlə, minlərlə düşmən ordusuna məğlubiyyətə uğratdı. 8 cəbhədə vuruşub, düşməni nə edib? Məğlub edib. Tarix boyu bugünədək Hüseyndən başqa heç kəs bu cür qəhrəmanlıq göstərməyib. Edward Brown, Cambridge Universitetinin professoru, Kərbəlanın qanlı səhrası o günədək, bugünədək hətta ən soyuq qəlbli isitməyə, ən qəflətdə olan ürəyi oyatmağa qadirdir. Doğrudan da belədir. Lev Tolstoy, görkəmli Rus yazıcısı və mütəfəkkiri. Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı. Victor Hugo, Azərbaycanda hər halda hamımız məlumatımız var, onu oxuyanlar ondan sitatlar gətirirlər və lazımdır gözəl əsərləri də var. Fransız filosofu və yazarıdır. Hüseyn inqilabının prinsipləri öz əzilmişlərin haqqını əldə etmək istəyən hər bir üsyançıya tanışdır. Kim öz haqqını almaq istəyir? İmam Hüseynin prinsipləri ona tanışdır. O bilir neyəcək. İmam Hüseyin özünə lider seçsin, rəhbər seçsin. Nelson Mandela. Neçə il həbs həyatı yatıb, bilirsiniz də? Ən çox həbs həyatı yatan, Cənubi Afrika Respublikasının azadlığı qovuşduran apartheid rejimə etiraz edən Nelson Mandela özü etiraf edir. Mən 20 ildən artıq həbsxanada oldum. Axır bir gün, insan bəzən ola bilsin ruhdan düşsün. Axır bir gün razılaşdım ki, bu zalim hakimiyyətin şərtləri ilə razılaşım. Özümü də təslim edeyim. Daha bir daha azadlığın dalıca getməyim. Bir anda İmam Hüseyn əleyhissalam və onun hərəkatı Kərbalada, Yezidin qabağında duruşu yadıma düşdü. İmam Hüseyn əleyhissalam mənə bu gücü verdi ki, mən haqq və azadlıq üstündə durum və mən də bu işi gördüm. Ruhdan düşəndə, bir anda İmam Hüseyn yada düşəndə, bu da müasir. Siyahı çox uzundur.